Göyçay rayonu Yuxarı Şirvan kanalının daşması nəticəsində hal-hazırda Adət Qarabağlar kəndinin ərazisi su basmışdır. Əraziyə polis idarəsi tərəfindən təhlükəsizlik qarşısını almaqdan ötəri hal-hazırda əraziyə polis qüvvələri nəzarət edir və eynilə də onu da qeyd eləyək ki, Su Meliorasiya İdarəsinin bütün əməkdaşları bu fövqəladə bir vəziyyətlə bağlı olaraq əraziyə cəlb olunmuşdur. Hal-hazırda torpaqlanma işi gedir. Qarşısını almaqdan ötəri tədbirlər görülür.